Nə üçün bəzi insanlar səhər oyandıqda yorğun, sanki heç yatmamış, dincəlməmiş kimi olurlar? Gün ərzində isə əhval-ruhiyyəsiz, hər bir işə həvəssiz olur. Bunların səbəblərindən biri şeytanın insan yatdıqda onun boynuna vurduğu düyünlərdir. Bəli, bir hədisdə Peyğəmbərimiz buyurmuşdu ki, sizlərdən biri yatdıqda şeytan onun boynuna 3 düyün vurar və ora üfləyərək yat, gecə hələ uzundur deyir. Bu düyünlərin açılması üçün nə etmək lazımdır? Bu düyünlərin açılması üçün əzizlərim, oyandıqda ilk olaraq Allahı zikr etməlisiniz. Buna dair məxsusi bir zikir də var. Elhamdülillahillezî əhyənə bə'dəmə əmətənə və ileyhin nuşur. Bizi öldükdən sonra dirildən Allaha həmd olsun və qayıdış da onadır. Bu zikri etdikdən sonra dəstəmaz almaq və namaz qılaraq bu 3 düyünün açılmasına müvəffəq olmaq olar. Deməli 3 düyünü 3 əməl açır. Birincisi zikir, ikincisi dəstəmaz, üçüncüsü isə namazdır. Bu videonu bəyənin, paylaşın, dostlarınıza da göndərin, qoy hamı bu işə əməl etsin.